İstilik effekti reaksiyalar istiliyin udulması və ya ayrılması ilə gedir. Udulması ilə gedirsə endotermik prosesdir. Udulmada da D hərfi var, endotermikdə də D hərfi var. Həmçinin ingilis dilində into daxil deməkdir. İstiliyin udulması endotermik proses, into daxil, onun ilə də yadda saxlaya bilərik. Elektron bəhsinə baxsaq, elektron alırdısa element mənfi yüklənirdi. Burada da istiliyi alırsa sanki onu ilə yadda saxlayaq ki, mənfi yüklənir. Mənfi Q işarə olunur endotermik proses. Digəri istiliyin ayrılması ilə gedən proses eksotermik prosesdir və ekster ingiliscədən xaric deməkdir. Baxın, parçalanma reaksiyalarında istilik udulur. İstiliyi udur, parçalanır. Bərkdən mayeyə, məsələn buz günəş çıxanda əriyir. Niyə? Çünki o istiliyi udur. İstiliyi alır, əriyir. Udursa endotermik prosesdir. Mayeyə bir qəfədən suyu qoyuruq istiliyə, o istiliyi alır, qaynayır, buxarlanır, qaz halına keçir. Necə? İstiliyi udur, endotermik prosesdir, qaz halına keçir. Və yaxud bərk halda birbaşa qaz halına, sublimasiyada məsələn yox, kristal halında da istiliyi udur, qaz halına keçir, endotermik prosesdir. Natrium bir elektron verdi. Əgər verirsə, sanki parçalanma kimi baxın, parçalayır, özündən bir elektronu verir. Necə ki parçalanma reaksiyaları endotermikdir, elektron verəndə də endotermik proses olur. Tərsləri eksotermik. Bu qədər sadə.